Səhərdən axşama əslində yumurtalarımızı yeyib bitirmişik və evdən çıxmağa hazırlaşırıq. Hava çox soyuq olduğundan sadəcə olaraq ən qalın paltarlarımı geymişəm. Bu cavan oğlan isə sinif yoldaşları ilə görüşə gedir. Bu balaca oğlan isə mənlə gələcək. Bugün mən bu yaşıma qədər heç vaxt eləmədiyim bir prosedur eləyəcəm. Eyni zamanda ortada bir vaxt tapıb zənglərimi edəcəm, danışıqlarımı aparacam, konsultasiyalarımı edəcəm, proqramlarımı yazacam. Nəysə, düzəlirik yola. Burada Zeyn ilk dəfə stabilizatorla çəkməyi öyrənir. Gəlib çatırıq, maşını park edirəm və gedirəm. Hava çox soyuqdur. Anama kipri qaynağı olunur və o sırada mən Atilla ilə çay içirəm. Südlü ulun çayı mənim sevimli çaylarımdan biridir. Sonra isə günorta yeməyim gəlir. Qızıl balıqlı, avokadolu brüsker. Yeməyimi yeyib proqram qızlarımdan biri üçün menyu hazırlayıram. Daha sonra isə kipri qaynağı eləyirəm. Prosedurun sonunda masterimlə belə bir fotosezi eləyirik və nəticəm maksimum təbii istəyirdim. Axşam evə qayıdanda qara düşürəm və acından ölürəm. Evə gələn kimi şam yeməyi yeyirik, ləvəngili toyuq yeməyi. Ən sevdiklərimdir. Daha sonra isə uşaqlara şəkərsiz şokoladlı pankeklər verirəm. Özümə isə sevdiyim fetoks çayımı dəmləyirəm. Şişkinliyə qarşı olan bu çayımı dünyalara dəyişmərəm. Çox dadlıdır. Çayım dəmlənərkən sadəcə 30 dəqiqəlik yuxarı bədən idman eləməyə qərar verirəm. İnanın mənə formada olmaq üçün illa da 1000 trenajora gərək yoxdur. Fitman metodika ilə idmanımı sonlandırır. 45 dəqiqə yürüyüş edirəm və proqram qızımla üzbəüz konsultasiya edirəm. Həmin pankeki təbii ki aksiyaya dizdirirəm və ən son detal quru fırçamla mütləq limfa drenaj masajımı edir. Bu masajdan sonra sanki 2 kilo çəkim gedir. Çox yüngülləşdirir və təbii ki fetoks çayımla günümü sonlandırıram.